Keçirik dördüncü hissəyə. Bir günlüyə keçməmişdən əvvəl diqqət yetiririk bura. Hələ indi ki verirsiniz, görürsünüzmü? İndi bizim sonraki hədəfimiz hardasa buracan ola bilər. Yəni bu trend xəttə kimi. Bu hələ həftəlikdə keçməmişdən və sizə göstərirəm. İndi keçirəm mən günlüyümüzə. Dostlar, keçirik günlüyə. Fikir verin, günlüyə keçdik. Və günlüyə keçdikdə burada bizə nə maraqlandırır? Birinci növbədə. Yəni bunu deməmişdən əvvəl gəlin sizə bir söz deyim. Çoxları deyir ki, füturdə manipulyasiyadır və s. isə bir söz deyim. Adi bir həyatda da manipulyasiyadır. Adi bir marketing üzrə çəkilən reklam belə sizi manipulyasiya edir ki, siz gedib o məhsulu alasınız. Bilirsinizmi onu? Həyat özü elə manipulyasiyadır. Siz ki, əgər buna yanaşırsa manipulyasiyadır, nə bilim, futurda manipulyasiyadır, Forex'də manipulyasiya yoxdur, Forex'də də var manipulyasiya. Xəbərlər elə manipulyasiyadır. İndi diqqətlə fikir verin. Yadınıza gəlirmi? Həmən tarixdə burada təqribən səhv eləmirəmsə bu tarixlərdə riski birdən-birə qiymət düşdü. Və kimlərin sostopu işləmədi və s. və hamı çaşbaş qaldı ki, görəsən bu qiymətin sonuncu hardan təqribi dönə bilər, o hissədə biraz çaşbaş qaldı. Burada roz rəngdə bizim çəkdiklərimiz bildiyiniz kimi həftəlikdir. Baba gəldi çıxdıq həftəliyə. İndi isə günlükdə biz həmən görürük. Fikir verin, bu həftəlikdə bizim burada xəttimiz, trend xəttimiz durmasaydı, əsl trend xəttdən söhbət gedib. Bilirsiniz də, əsl trend xəttə mən çəkdim. Bundan əvvəlki hissədə. Əsl trend xəttimiz durmasaydı, biz buradan gedişatı gözləyə bilməyəcəkdik. Qalacaqdı çaşbaş. Bu bir. İkinci, burada gördüyünüz kimi bu hissədə bizdə günlükdə yerləşir sifariş order bloku. Götürək instrumentimizi, kim bilmirsə əvvəlki hissələrə bax, əvvəlki videolara baxsın. Çəkirik instrumentimizi. Və biz görürük ki, bizim instrumentdə görürsünüz, baba sifariş oldu. Hələ bu hissə götürülməyib. Bizim sifarişdə hələ bu hissə götürülməyib və bu hissə sonra burada gəlib işlənib və qalxıb, fikir verirsinizmi? Abratka qalxan zaman bizim trend xəttimizin üstünə dəyib və düşüb. Görün bu trend xəttlər bizə nə qədər xeyir eləyib. Fikir verirsinizmi? Nə qədər? Akasa çoxları Şamın içinə bax, Şamın çölünə bax, Şamın nə bilim, get pul verginən aylığın, nə bilim, illiyin. Bax ki, burada qudalan gör, burada nə var? Mən nəyimə lazımdır, nə var? Trading View'da pulsuz instrument var. Dəfələrlə nəsə göstərdim. Bu trading silləridir. Bunu sizə heç kim demir, heç kim göstərmək bilmirsiniz. Bu bir. İkincisi, trend xətti boş şeydir. Trend xətti indiki dövrdə işləmir. Trend xəttin başını bıraq geçsin. Nə danışırsan trend xəttdən? Həmən bu xətti ki, bizi burada qutara bilərdi. Həmən bu xətti ki, bizə uverenik verəcəkdi ki, selə gedək. Görürsünüzmü? İndi isə davam edirik. Bu hissədə bizə ürək dirək verəcəkdi ki, buradan biz baya girəm. Bu hissədə bizə ürək dirək verəcəkdi. Görün, mən bu hissəni, görün necə də burayla çıxartdım, gördünüzmü? Bu ikisi düşdü üst-üstə. Fikir verirsiniz. Ən azından bunu eləməyən, bunu eləsəydi, deməyim odur. Görün, bizdə necə nəticə alınacaqdır. Bu ondan əlavə. Buradan da qırıb düşəndə bir dənə sel girəcəkdir ki, bu xətti qırıb düşüb baxaq hələ. İndi bunu qoyaq qırağa. Biraz qeyd elədim, indi açacağım mən. Deməli, sifariş blokuna baxırıq. Burada bizdə günlükdə biz nəyə qeyd edirik? Günlük sifariş bloklarımızı. Deməli, burada bizdə göründüyün kimi düşüş verir və çoxları deyəcək ki, burada sifariş bloku bu hissədir. Bu.
Bu bizim sifariş blokumuzdur. Düzdür, bu bizim sifariş blokumuz olar. Biz əməliyyatın girişin buradan başlamalı. Çünkü sifariş blokumuz bizim buradadır. Bildiniz mi? İlk dönüşü buradan verə bilər o. O da düşür 119 milyon. İlk dönüşü buradan verə bilər. Ona göre biz özümüzü buradan sığortalamalıyıq. Bizim ilk sifariş blokumuz buradır. Buradan başlıyor. Çünkü buradan çoxlu düşüş satışlar baş verib. Yəni buradan onun hardasa müəyyən bir hissədə yerləşdirilib çoxlu orderlər. Girişin buradan götürməliyik. Sonun isə buracan gətirməliyik. Mən ehtimala qarşı sonun buradan verməmişim günlükdə. Çünki bura sayılır. Bu bir bizim günlük sifariş order blokumuz. Ve instrumenti götürdüm. Buradan getirdim buracan. Bu iki şamın arasında ortak nöqtəmiz. Bir dakika indi söndüreyim. Magnetik biraz. Orta nöqtəmiz sadə 121 mi? Yəni bura gələndə düşüş verə biləm. Bunu mən yığışdırım. Bu bizim bir ölçümüz. Gedirik ikinci biz sifariş blokumuza. Buna keçməmişdən əvvəl sizə bir söz deyim. Burada biz əgər bu sifariş blokunu qeyd eləsəydik, fikir verin bu sifariş blokunu qeyd eləsəydik və biz burada trendin və bu trend xəttimiz olmasa da belə, əslində trend xəttimiz buradan buracan olacaqdı sifdə bu. Və biz buradan dönüşü biləcəkdik, gözləyəcəkdik. Bu bir. İndi isə bir məqam göstərdim. Bizim birinci trend xəttimiz bu idi. Bu birinci trend xəttimizə görə biz əgər əməliyyatı qəşəng işləsəydik, qəşəng xeyir qazanacaqdıq. Ondan da əlavə buradan keçəndən sonra plus və getdi. Növbəti dəfə bizim burada trend xəttimiz yoxdur deyənə, biz burada sifariş blokuna baxacaqdıq. Artıq bu sifariş blokunu bu qabağın örtüb, ona görə buna fikir vermirik, bu hissəyə fikir verin. Sonra da deyirik ki, trend xəttlər boş şeydir. Baxın, biz günlükdəyik. Günlüyə görə də bir neçə dənə video çəkiləcək. Bunu pozuram. Bir dəqiqə qaytarım da lan. Yox. Aha. Bir şey də yadımdan çıxdı istədi. Bu trend xətti. Nə qədər ki trend xətt tam pozulmayıb ki, yəni onu müvəqqəti saxlamaq lazımdır. Səbəb ona görədir ki, fikir verin, gələcəkdə bir partiya bizə kömək edib. Yəni bu trend xətt qırıldıqdan sonra geri dönüşdə burada dəstək rolunu oynayıb. Ki verirsin, muncuq kimi bunun üstündə düzülə. Buran təzdən buradan atlayış verib. Göz. Arada məsəl üçün lazım olanda bu keçirsiniz, bura gözü vurursunuz, bağlayırsınız və yaxud da açırsınız. Burada çətin heç nə yoxdur. İndi bunu mən yığışdıram çünki bir dəqiqə bu bizə önəmli deyil. İkinci bizdə gəlir günlükdə sifariş order bloku. İndi biz burada təqribən hansı hissədən qiymət gəldikdə dönəcək deyənə biz ona fikir verməliyik. Niyə birinci bu sayılır? Çünki qiymət buracan qalxıb və buradan sonra çoxlu satışlarla aşağı düşməyə gedib. Hətta fikir verin, bu sifariş bloku olsa da belə, bunun qabağında görürsünüzmü? Bir partiya gəlib bu sifariş blokunu təmiz işləyib. Deməli nədir? Növbəti dəfə gəldikdə biz götürüb instrumentimizi bu iki şamı götürük. Növbəti dəfə gəldikdə bizim gözləyəcəyimiz məqam kiçik time frame'lə bağlı.
Kiçik time frame'lərdə fikir verəcəyimiz yer bu hissədir. Baxacaq, görəcək ki, orada qiymət özünü necə göstərir. Bunu bağlayaq. Bu bizim bir işarəmiz. Növbəti bizdə sifariş order bloku bu hissəyə düşür. İndi çoxunuz deyəcəksiniz ki, yaxşı, niyə bunu qeyd eləmədin? Burada da sifariş order blokumuz var. Dostlar, bu sifariş order blokuna dönüş edə bilər. Ancaq çox ehtimal ki, buranı keçib gəlib bura çata bilər. Çünki bunun arxasında böyük bir likvidliklər dayanır. Görürsünüzmü? Bunu da götürə bilərsiniz. Problem yoxdur. Yəni bunu mən nəzərdə saxlayıram. Çünki hələ ki qiymət heç buracan gəlməyib ki, mən buna diqqət yetirib. Bu bir. İkinci, qiymət oracan gələndə trend xəttimiz də başqa cür düzülə bilər. Bu iki. Körpünü tulamamış özü afərin demə. Mən burada bəziləri qayıdıb deyəcək ki, sifariş order blokumuz budur. Baba burada. Ancaq sizi çox təəssüfləndirim ki, bizim sifariş order blokumuz bu hissə sayılır, qırmızı şam. Ona görə ki, birinci növbədə qırmızı şam yaşıl şamı udub. Ən belə düzdür, biz girişi buradan gözləsək. Sonra kaneti buradan qoysaq. Görürsünüzmü? Amma bizim ümumi bu hissədən dönsə, biz onda deyəcək ki, yatmışıq. Kiçik time frame'də biz bu hissəyə fikir verməliyik. Bu hissədən dönsə, onda belə çıxır ki, biz yatmışıq. Ona görə də göstərir. Növbəti bizdə sifariş order blokumuzu bu hissədədir. Fikir verin, bir dənə bizim sifariş order blokumuz var. Görürsünüzmü? Hələ bura gəlib çıxmamış. Növbəti bizim sifariş order blokumuz. İndi deyəcəksiniz ki, bunu bir dənə söndürüm, yandırım. Deyəcəksiniz ki, burada sifariş order bloku bax, bu qırmızı şamdır. Sən niyə bu qırmızı şamın aşağısından bu yaşlı şamı götürmüsən? Niyə? Səbəb nədir? Çünki birinci növbədə diqqət yetirsə, bundan sonra FVG-miz yoxdur. Buradan ötürülü bu şama. Əslində bizim sifariş blokumuz bu yaşlı şamdır. Amma biz bunu bu hissədən bu hissəyə götürməliyik. Qeyd elədim sifariş order blokun. Növbəti sifariş order blokumuz 2 verin. Görürsünüzmü? Bizdə bir sifariş order blokumuz düşür bu hissəyə. Görürsünüzmü? Baxın, qırmızı şamdır. Və bu hissəyə gəldikdə qiymət buradan sıçrayış verir yuxarı. Biz günlükdə baxırıq. Gördünüzmü? Növbəti bizim sifariş order blokumuz. Bu hissədir. Amma belə götürəndə bu qırmızı şamdır. Sıçrayış buradan başlayır. Bu qırmızı bizim şamdır. İndi burada qalxma ehtimalı, mən sizə dedim nəyə görə qalxdı. Alıcılar və satıcılar söhbəti var. Onu sizə dedim. Və günlükdən bundan əlavə biz bu hissədə əgər o vaxtı atsaydıq trend xəttimizi, maqniti yandırmışam, özü avtomatik çəksin, səhv olmasın. Növbəti bir gedişatda biz artıq burada dönmə ehtimalını gözləməyək olacaqdır. Bunu yığışdırdım.
Dəqiqə bu bizə lazım. Yox, qaytaraq əslində geri. Və növbəti hissədə də bizim köməyimizə çatdı günlük. Görürsünüzmü? İndi biz buradan götürəcək ki, bizim burada sifariş order blokumuz yerləşir və qiymət sifariş order blokundan dönüb. Bizim burada trend xəttimiz yerləşib. 2 trend xətt burada kəşişib. Bir bura, bir bura. Və burada dönmə başlayıb. Görürsünüzmü? Sifariş order bloklarına fikir vermək. Sonra bizə lazım olan yerləri qeyd edib baxmaq. Yəni günlükdə. İndi günlükdə bizdə əsas lazım olan hissələr bu idi. Bunun adicə biz çəksəydik, burada xeyir verirdi bizə, burada xeyir verirdi bizə, burada da xeyir verirdi bizə düşüşdə. Görürsünüzmü? İndi bir məqam gələcək ki, buranı qırsa və buranı qırsa keçsə, sən bizə demədin, burada buranı demədin. Çünki növbəti dəfə qırıb keçsə buranı və bu xəttin, gəlib bu hissədə ilişə bilər, baba bu hissədə. Niyə? Səbəb. Diqqətlə baxın, sizə bir sir deyəcəm. Dəqiqə. Keçirəm 2021-ci illərin söhbətinə. Və sizə bəzi məqamları burada göstərmək istəyirəm indi günlükdə. Bizim birinci növbədə marağımızı cəzb eləyən nə olmalıdır? Deməli, hansısa bir sifariş order blokundan sonra güclü bir düşüşlər olmalıdır. Gəlin diqqət yetirəm. Fikir verin. Buradan qalxış alıb, sonra bu hissədən başlayaraq bizdə güclü və düşüşlər başlayıb. Sifariş order blokun alt hissəsi buradır. Və buradan çoxlu düşüşlər olub deyənə ki verir. Ona görə qiymət gəlir ki, burada zərərin bağlasın. Sonra diqqət yetirir. Bu hissədən göz qalxış verir və başlayıb çoxlu düşüşlər gəlib. Görürsünüzmü? Amma ümumiyyətcə götürəndə qalxış buradan başlayıb sonra düşüşlər gedir və bunun alt hissəsidir. Belə deyə də alt hissəsi. Bütöv götürməliyik. Sonra baxın, görün. Burada çoxlu qalxışlar başlayıb. Görürsünüzmü? Bu hissədən çoxlu qalxışlar başlayıb. Sürətlə. Bu hissədən çoxlu qalxışlar başlayıb sürətlə. Və qiymət gəldikdə məsəl üçün, buradan döngəni gözləyirsən. Niyə? Çünki çoxlu qalxışlar başlayıb, burada şamın udulması da baş verib. Buradan qiymət dönə bilər. Buradan qiymət dönə bilər, çünki riski uçuşlar gedir. Bir də sizə bir hissələrdən birində deyirəm. Deməli, bu hissədə, görürsünüzmü, bu hissədə, əslində götürəndə bu hissədən, indi bu fitil heç, bu hissədən belə qalxışlar başlayıb, buracan. Ondan sonra çoxlu düşüşlər gedib. Deməli, biz nə etməliyik? Deməli, bu hissəni ümumiyyətlə bizim beynimizdə. İndi mən biraz lap uzaqdan götürə bilmirəm. Beləncə, bu hissəni, söndürü maqnitə görə alınmırdı. Bu hissəni biz özümüz üçün qeyd eləməliyik. Və gələcəkdə bu hissəyə gəlib düşüşlər olacaq. 1, 2, 3, görürsünüzmü? Çünki qiyməti buradan belə qalxış, sonra buradan belə sürətlə düşüşlərə gedib. Yəni bu artıq düşüşlərdir. Bu hissədə nisbətən. Ona görə bu zonaya gəlib çatanda qiymət dönüşlərin gözləmək olar. Gözü, bizim sifariş blokumuz
Bir dəqiqə. Dəqiqə. Bizim dəqiqə. Düzgün mü götürürəm? Buradan başladım, sondan düz kaniçe kimi. Kaniçe kimi getməlidir. Ha, kaniçe kimi. Yəni belə düz bir balaca fərqi var. Ha, 49.000. Bizim deməli fikri. Hələ tam biz buradan düzgün işarəmizi qoysaydıq, indi bunu yığışdırım. Biz buradan işarəmizi qoysaydıq, hələ bu işarəni qoysaydı biz rahat olacaq. Bir partiya düşüş gözləyirik, ikinci partiya düşüş gözləyirik. Hələ günlükdür. Göz üçüncü partiya düşüş gözləyirik. Bura gələndə biz bilirik ki, bura niyə gəlir. İndi deyəcəz ki, ən xırdakı, burada sifariş bloku var, sifariş blokuna görə gedir. Burada sifariş bloku var, gəlib sifariş blokuna. Bu hissə, bunları biz gözləyirik, amma ümumi yadda saxlayın, bu hissədir. Bu hissədəki alıcı və satıcılar sonra gəlib burada alıcılar çevrilib satıcılara. Fikir verirsinizmi? Bu mən yığışdıram. İndi deyəcəksiniz ki, bu məqam 31 mart 2022. Sonra bu hissədə fikir verin diqqətlə. Bu riski birdən-birə düşüş olur. Və biz bunu gözləyə bilərik növbəti bura gəlişdə. Getdik. Və bu hissəni isə başlayaq. Fikir verin, buradan qabağından riski qalxışlar başlayıb. Və bu hissəni də biz gözləyə bilərik. Həmçinin baxın bu hissədən. Həmən bu işarə, fikir verin, qoyduğumuz işarə. Müəyyən bir zamandan sonra, görürsünüzmü, heç mənim vecimə döydüb tərəm. Miləmil gəldi, işləndi, düşdü mü? Görürsünüz, bu qoyduğum işarə. Yəni, gördünüz mü? Növbəti işə biz davam edəcək. Dostlar, bu çox oldu dəqiqəsinə görə. Gələn videolara qədər davam edəcək. Bu qaldığımız yer. İndi mən çalışım, montaj eləyim, yüklüyüm. İndi bunu yığışdırıram. Və burada deməli bizim diqqətimizi cəzb eləyən 6 fevral 2024. Növbəti videomuzda davam edəcək. Bu hissələr bu çox olacaq. Əslində bunlar hamısı qrafikdə bəzən 15-20 bəlkə də bir ən gec çay çəkə, kofe çəkə, nə bilim, qarpız yeyə bir çəkəcə bir 20 dəqiqə bəlkə də. Bütöv sırf analiz, amma biz burada hər bir xırdalığa toxunuruq, hər bir incəliyə toxunuruq. Ona görə bizdə hissələrin sayı da çox olur və çalışıram ki, sizə ətraflı izah edeyim.